Ümumiyyətlə 20-ci ilə qədər olan baxsaq məqamlara fikirləşin ki, snayperlə qonşu kəndlərdə yaşayan uşaqları vurulurdu, yaralanırdı. Oyuncaqlar göndərirdilər çay çərçivəsində, uşaq oyuncağı götürəndə partlayırdı. Qətl faktları baş verirdi. Faktların sayı yüzlərləndir. Mən detallara getmək istəyirəm, onlar ki, bizdə burada klasifikasiya var, müharibə zamanı 93-ə qədər var və 93-dən bu yana var, 20-ci ilə və 20-dən də bu yana biz də bilirik ki, Bərdə, Tərtər, Gəncə bombalanında orada da uşaqlar zərər çəkənlər olub, həyatlarını itirənlər də olubdur. Məsələ nədən ibarətdir ki, bu günə qədər təəssüf olsun ki, Ermənistanda deyək ki, İrəvan Dövlət Universitetində həmin o böyük Ermənistanla bağlı, eyni zamanda digər hadisələrin 20-ci il hadisəsi, 23-cü il, 90-cı il hadisəsi, Xocalı hadisəsi tamamilə başqa cür təhrik edilir. Tamamilə başqa cür açıqlanır. Və məsələ bundan ibarətdir ki, biz anlamalıyıq. Təəssüf olsun ki, bugün də ali təhsildə, tarix fakültələrində Ermənistan Respublikasının, hüquq fakültəsində, beynəlxalq hüquq, beynəlxalq münasibətlərdə təhrik edilir tamamilə başqa cür. Qarabağ göstərilmir Azərbaycan əraziləri. Qarabağı göstərmir. Bu günə qədər o davam etdirilir. Necə tarix fakültəsində göstərilir? Söhbət gedir Ermənistan Respublikasının. Ermənistan Respublikasının. Bizdə yox. Və məsələ də ondan ibarətdir ki, revanşist qüvvələr də həmin o tələbələrdən başlayır. Və biz də bunu aydın başa düşməliyik. Ki, revanşist qüvvələr bugün də formalaşır. Bugün sülh müqaviləsini biz gedib bağlayanda da, eyni zamanda da Ermənistan Respublikasını, hətta ki, Konstitusiyada o dediyimiz bəyanatında düzəliş etsə də, təəssüf olsun ki, o tarixi kitablarında, beynəlxalq hüquq kitablarında erməni dediyimiz kimi müəlliflər olduğu müəlliflər düzəliş edilmir. Bu günə qədər davam etdirilir. Və Dövlət Komitəsi tərəfindən həm bununla bağlı xüsusi kitablar da çap edilibdir, həm Xocalı ilə bağlı, həm eyni zamanda soyqırımla bağlı və orada da araşdırmalar edilibdir, hər uşağın həyatı ilə bağlı. Yerli icra hakimiyyətlərdə qeydiyyatda köçürülmə soyqırımı zamanı yerləşdirilən ailələrdən araşdırmalar, sənədlər yığılıbdır. Hər sənədi dediyimiz kimi təsdiqini tapıbdır, möhürlənibdir. Bunlar və tərcüməsi də var. Bunlar eyni zamanda beynəlxalq təşkilatlara da təqdim edilibdir, tərcümə edilibdir, həm ingilis dilinə, həm digər dillərə də tərcüməsi edilibdir. Elektron versiyası da beynəlxalq təşkilatlara göndərilibdir. Burada prosedur necə olur? Yəni biz maarifləndiririk, məlumatlandırırıq və sonra prosesin davamı necə olur? Məsələ bundan ibarətdir ki, biz Xocalını ədalət kampaniyası çərçivəsində soyqırımın kimi tanıdılması bir neçə istiqamətlər ola bilər. Birinci istiqamət ola bilər dövlət istiqaməti çərçivəsində, nümunə üçün məhkəmə çərçivəsində və ya dediyimiz kimi hesabatlara təqdim edilən məlumatlar dövlət tərəfindən hazırlanan hesabatların və eyni zamanda fərdi vətəndaşların. Nümunə üçün Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən və eyni zamanda bir qrup şəxsin zərər çəkənlər, hansı ki, bugün biz televiziya günlərdə... Çırav qardaşları işi yadınızda. Bəli, var idi belə. Və digərlərində dediyimiz kimi təkcə ora yox, nümunə üçün BMT-nin işgəncələrə qarşı komitəsi var. Eyni zamanda SİDO komitəsi var, qadınlara qarşı aid seçkinin aradan qaldırılma. Sonra uşaq hüquqlarına bağlı komitəsi var. Həmin komitələrə də sənədlərin hazırlanıb göndərilməsi vacibdir ki, həmin şəxslərin birinci kompensasiyasının, ikinci faktın təsdiq edilməsi vacibdir. Və bu işlərin beynəlxalq hüquqda... Nöqteyi nəzərdən bu proses məntiqi sonluğa, yəni dediyiniz kimi icra olunması təzminat şəklində və yaxud da digər kompensasiya şəklində bu sülh müqaviləsi imzalandıqdan sonra olmalıdır, yoxsa orada məhkəmənin özünün proses vaxt müddəti var? Bu işlər indi də aparıla bilər, müraciətlərin edilməsi çox vacibdir və davam etdirilməsi vacibdir. Bizdən olubdur, düzdür, 2005-də, 9-da. Siz bilirsiniz ki, bizim də məcəllər, Sovet Sosialist Respublikası Azərbaycan məcəlləsi 60-cı illərdən və sonra 99-2000-ci ildə dəyişildi. Soyqırımı da bizim tərif kimin, dediyimiz kimin Heydər Əliyevin vaxtında, Heydər Əliyevin vaxtında salındı. Bizim eyni zamanda cinayət məcəlləsinə də soyqırımın terminologiyası və digər insanlığa qarşı cinayətlər də, sonra da cənab prezident İlham Əliyevin təşəbbüsü ilə təkmilləşdirmə prosesində digər formalarda insanlığa qarşı cinayətlər də əlavə edilmişdir. Bizim təkmilləşdirən qanunvericilikdə. Ona görə də bu işlər bugün də davam etdirilməlidir və ediləcək. Məsələ ondan ibarətdir ki, sülh müqaviləsində də bu preambulada işğalçı siyasəti kimi qeyd ediləndə Ermənistan silahlı qüvvələrin sülh müqaviləsi Ermənistanın özünün tanınması vacibdir. Təəssüf olsun ki, biz bunu görürük ki, bugünə qədər Ermənistan bu soyqırımı nə tanıyır,
Baxmayır ki, bu soyqırımı tanısa tamamilə başqa cür yanaşma olacaq. Söhbət getmir ki, bugün Ermənistanı bu məsələdə hansı bu gündən etibarən kompensasiya tələb etmək yox. Söhbət gedir ki, Ermənistan özü qonşu ölkə kimi istəyirsə sərhədlər açılsın, inkişaf etsin münasibətlər, öz daxili inkişafa təsir eləsin. Azərbaycanla münasibətlərində bu soyqırımın tanınması vacib elementlərdən biridir. Və ikinci addımlardan biri ola bilər. Birinci sülh müqaviləsi, hardakı işğalcılıq siyasəti tanınmalıdır. Eyni zamanda ikincisi Ermənistan. Ancaq ki, ən böyük problemlərdən biri, mən yenə də buna qayıdıram, İrəvan Dövlət Universitetində bu məsələlərin təhsil sektorunda nəzərə alınması. Bugünə qədər bu reallıqdır. Açıq elektron versiyalarında onlar tədris edilir. Və orada da həmin hadisələri başqa cür tərif edirlər. Tarixi hadisələri dəyişirlər. Ən böyük problemlərdən budur. Və biz də bir məqamı da deyim ki, işimizi davam etdirməliyik ki, Xocalı soyqırıma görə və ondan sonra da olan insanların qətliam faktlarının, çoxsaylı qətli faktlarının qeydiyyata alınması ilə bağlı tribunalın təşkili vacibdir. Ona görə ki, burada cəlb edən sadəcə Sarkisyan deyir, Zori Balan deyir, Koçarandır. Hansı ki, birbaşa bu məsələ cavabdır və birbaşa silahlı münaqişədə və işgəncələrin törədilməsində iştirak etmişdir. Bu fakt açıqdır. İşgəncələrin törədilməsi və özü də bununla bağlı Koçaran danışırdır. Etirafları da var.